Bugünkü gün Azərbaycan xalqının hüzünlü günüdür. Bugün biz milli qəhrəmanımız Mübariz İbrahimoğlunun şəhadətə çatdığı gündür. Azərbaycan xalqı öz milli qəhrəmanını itirib. Və elə bir qəhrəmandır ki, onun valideynləri ibadət əhli idi, namaz əhli idi, əhl-i beyt aşiqləri idi. Və bilmirəm, siz onun məktubunu oxumusunuz ya oxumamısınız. Onun məktubunda çox önəmli sözlər var. Azərbaycan xalqının milli qəhrəmanı Mübariz İbrahimoğlunun məktubunda çox önəmli bir sözlər var. O məktub yazılıb özü tərəfindən və söz bundan ibarətdir. Atasına yazdığı məktubdur. Söz bundan ibarətdir. Deyir, ata, mən artıq dünyada yoruldum. O qədər yoruldum ki, nə qədər olar ki, bu zalimlər öz işlərini görsünlər. Azərbaycanda Xocalı soyqırımı və digər müsibətlər ki, bizim xalqımıza getiriblər, mən yoruldum bu hadisələri baxmaqdan. Mən bu hadisələrə artıq baxmaq istəmirəm. Və mən öz sözümü deyəcəyəm və sözümün deməyimin vaxtı yetişib. Əgər birdən şəhadət şərbətindən keçsəm, şəhadətə yetişsəm, ata haqqını helal eləmələm. İndi bir də bu sözü zehninizdə diqqət eləyin. Görün, Əbəlfəzl Abbas nə deyir qardaşına? Deyir, ya Hüseyin, dünyanın çirkinliklərindən doydum. Bu dünyada nə qədər haramlara insanlar uydular, nə qədər boş işlərin ardınca getdilər. Və sən düzü deyə insanlar yalana tərəf getdilər. Mən bu çirkinliklərdən doydum. Ya Hüseyin, izni ver mən meydana gedin və həm körpələrə su getirin və həm də bu zalimlərə öz yerinin harada olduğunu göstərin. Tarix görürsünüz necə tezələnir. Diqqət edin, tarix necə tezələnir. Və bu məktəbdir, bu İmam Hüseyin məktəbidir, qəhrəmanlar yaradır. Hələ yaradacaq da. Belə oğulları yaradacaq. Bizim bütün bundan sonra da nə uğurlarımız olacaq, bunacan nə uğurlarımız olub, hamısı bu məktəbdən. Allah siz əzizlərə can sağlığı əta eləsin. Gələcək nəsillərimizi də bu yolda sabit qədəm eləsin. Baxın, görün, Kərbəla məktəbindən qaynaqlanan oğullarımız bizim Qarabağ torpaqlarında nə qədər böyük qəhrəmanlıqlar sərnamə elədilər, göstərdilər. Və bugünkü gündə o qəhrəmanlarımızdan biri Mübarizin xatirəsini yad elədik, dedik. Nə qədər bizim belə qəhrəmanlarımız var. Allah onların ruhlarını şad eləsin. Ailələrinə, əzizlərinə səbir versin ki, onlar sağ olsun o valideynlər ki, belə şəxsiyyətləri yetişdirdilər. Onlar bütün dəyərləri ibadət uzaqlarında, məscidlərdə aldılar və İmam Hüseyin məclislərindən götürdülər. Və sonda da o hadisələri yaşadılar, göstərdilər. Əbəlfəzl Abbas o qədər İmam Hüseyin əleyhissalama bağlı bir qardaş idi ki, o qədər onu sevirdi ki, onun üçün amannamə getirdilər, ona cürbəcür sözlər dedilər, sənin üçün şərait yaradarıq, bu cür eləyərik, bu cür eləyərik. Əbəlfəzl Abbasın gözü yalnız İmam Hüseyndə idi. Yalnız İmam Hüseyin əleyhissalamın yanında olmağını istəyirdi və ona öz sevgisini nümayiş elətdirmişdi. Və hələ bir sözlə o qəhrəmanlar şəhadət şərbətindən keçdilər. Amma Əbəlfəzl Abbasın bir dənə bu sözü yoxdur. İmam Hüseyndən ayrılanda bir dənə bu sözü oldu. Dedi, ya Hüseyin, mən qaydacağam. Mən qaydacağam, biz yenə də bir yerdə danışacağıq. Yenə də bir yerdə söhbətlər eləyəcəyik. Atamız Əli ibn Əbi Talibdən. Xanım Zeynəb deyir, mən kənardan baxıram. Mən bilirəm ki, deyir, bunlar bir-biri ilə görüşə bilməyəcəklər. Amma bunlar bir-birinə o qədər bağlılıq sərgiləyirlər ki,
Əbəlfəzl Abbasa deyir, İmam Hüseyin baxır, deyir, meydana sən getdikdən sonra mən bilirəm bu zalimlər səni boş buraxmayacaqlar və öldürəcəklər səni. Deyir, bu sözü dedi, ya Hüseyin can, sən bilirsən ki, mən böyük sərkərdiyəm. Allah mənə nə qədər can versə, onlara can vermərəm. Mən sənin yanında yer tapacağam, mən sənin yanında olacağam. Nə qədər İmam Hüseynə böyük dəyər verir, dəstək verir. Və bu sözlərlə İmam Hüseyndən ayrılır ki, mən qayıdacağam ya Hüseyin. O zaman ki, deyir, suyu götürür, meydana gəlir, döyüşür, suyu götürür, qaydanda zalim Ömər Səd Şimrdir, onu ətrafa alır, böyük bir ordu üstünə yeridir və tarixdə var ki, deyir, o qədər ona qılınc, ox yarası vururlar ki, sonda deyir, qollarını qələm eləyirlər. O getirdiyi su ki var, tarixdə var ki, deyir, dişləri ilə saxlayır və axırda deyir, suyu torpağın üzərinə qoyur, deyir, ya Hüseyin, Allahım şahiddir ki, mən qaydırdım. Mən qaydırdım ya Hüseyin. Mən sənə söz verdim ki, qaydacağam və Sekiniyə, Ümmü Gülsümə su getirəcəyəm. Amma bu zalimlər məni qoymadılar. İmam Hüseyin əleyhissalam deyir, qətligahidə bir sözü dedi. Ya Əbəlfəzl Abbas, səndən sonra mənim belim sındı. Səndən sonra dağılaydı bu dünya, ya Əbəlfəzl. Gəldi deyir, gördü bir yerdə bir qol var, götürdü, bastı bağrına. Yenə də bir qədər getdi, gördü yenə də bir qol var, götürdü, bastı bağrına. Gəldi, gördü Həzrət Əbəlfəzl Abbası o hala salıblar. Bastı bağrına, dedi, ya Əbbas, səni nə hala salıblar? Son anında deyir, Əbəlfəzl Abbas açdı gözlərini, dedi, ya Hüseyin, Allaha şükür olsun ki, mən səni gördüm. Amma bir gün səni şəhid eləyəcəklər, sənin başının üstünə kim gələcək? Ələ lənətullahi ələl qovməz zalimin və ya sə'ələmullezine yənqəlibu yüqəlləb. Allah zalimlərə lənət eləsin. Allah əhl-i beyt sevərləri, Qur'an sevərlərin saylarını artırsın. Allah bizi bu yolda sabit qədəm eləsin. Zəmanə imamına Allah mütəal səbir, əta, nəmkin eləsin inşallah. Başda İmam Zaman ağa olmaqla siz əzizlərə başsağlıq ərz edirik. Allah bütün şəhidlərimizi Kərbəla şəhidləri ilə məhşur eləsin. Dualarımızın müstəcabatına səlavat hədiyyə edirik.